Allah Teala deyir Quranda ki, "Ud'uni astecib lakum." Dua edin. Dua dəvət sözündən də çağırmaq. Dəvət, dua o sözdəndir. Dəvət. Allah'a çağırırsan. Ud'uni, məni çağırın. Astecib lakum. Sizə cavab verərəm. Demir, istədiyi verərəm. Sizə cavab verərəm. Ola bilər sən elə şey istəyirsən ki, sənə ziyandır. Amma mən sənə onu başqa formada verərəm. Əslində məsələ biz nədir? Biz elə bilirik ki, bizim xoşbəxtçiliyimiz hansısa bir şeyə çatmaqdadır. Biz ona çatsaq xoşbəxt olarıq. Onu istəyirik Allah'dan. Yox, sən birbaşa xoşbəxt olmaq istə. Sən dəqiq bilmirsən o şey səni xoşbəxt eləyəcək, eləməyəcək. Mən elədiyim dua o boydadımı ki, mənim qaza o qədərimi dəyişdirsin. Deyir, yadı qıldıqca siyah zülfünü olmuş ki təri, şəbi yeldaya dönübdür məni zarın səhəri. Yazını pozmağa qadirdir dua. Mən etsəm, aya təğyir eləyərmi bu qəza o qədəri? Mənim duamın gücü çatar bu qəza o qədəri dəyişdirməyə. Baxar kim nə istəyir, kim necə istəyir. Gərək hər kəs Allah yolunda özünün nə boyda olduğunu bilsin. Və istəyəndə də Allahın kərəmindən istəsin, lütfündən istəsin. Ya Latif, ya Kərim. Çünki Allah nə versə kəramətindən verəcək. Və Allah nə versə lütf eləyəcək. Yəni mən layiq eləməzsin ona. Sən nə verirsənsə lütfündən verirsən mənə.